Aha, deməli müəllimlər, savad təlimi biz dedik ki, qeyd etdik ki, oxuyaq yazaq başlığı altında. Deməli, bu gün biz savad təlimini 2.2 idraki inkişaf sahəmin 2.2.1 belə deyək də standart əsasında nitqi dinləyib anlama, rabitəli nitqə yiyələnmə bizdə əsas belə deyək də 2.2.4, 2.2.5 və 2.2.6 bizdə savad təlimi gedir. Nitq və savad təlimi. Ümumiyyətlə, savad təliminə biz uşaqlarda oxu bacarığına yiyələnmə hansı yaşda nəzərdə tutulur desək, ümumiyyətlə biz uşaqlarda oxu deyərkən, məsəl üçün savad təliminə biz deyirik ki, uşaqların bir qismi tutalım ki, 3 yaşından etibarən oxumağa maraq göstərirlər. Lakin amma görürsünüz ki, məsələn 3 yaş daha körpəlik dövrü, orta qrup olduğuna görə sözləri düzgün tələffüz edə bilmə o qədər də yəni yüksək olmur. Ona görə də məhz biz bu dövrdə heç vaxt 3 yaş, 4 yaşda biz oxu təlimini əsas götürüb biz savad təlimi metodikamıza başlaya bilmərik. Yəni məhz bu səbəbdən. Çünki sözlərin aydın tələffüzü prosesi olduqca, yəni olduqca önəmli bir faktordur. Çünki tələffüz, orfoepik normaların gözlənilməsi, ümumiyyətlə səs strukturunu müəyyən etmək olduqca önəmli bir prosedurdur. Yəni baxın, bu dövrdə biz məsəl üçün oxu texnikasına yiyələnmək üçün neynəməliyik? Baxın, belə deyim də, şeirləri oxumaqdır, uşaqlara şeirlərin əzbərlənməsidir, hansısa bir səsi xüsusi bir vurğu altında tələffüz etdirmə bacarığı formalaşdırmalıyıq. Məsəl üçün, hansısa vurğu nədir? Məsəl üçün, bir səsin üzərinə düşən vurğu. Deyirəm ki, məsəl üçün, hansısa bir cücünün, hansısa bir quşun səsini çıxart. Məsəl üçün, fıs eləyir, vız eləyir, son samitə köklənir, s-ya düşdü, fıs, vız, məsəl üçün deyirəm, fış deyirəm, hansısa şır deyirəm, suyun səsini deyirəm. Məsələn, görürsünüz, o üzərinə düşən vurğu, həmin səsin üzərinə düşən vurğunu təkrarlamaqla, yəni bu parçalar üzərində məşqlər etdirmək olduqca 3 yaş dönəmində uşaqlara çox-çox vacibdir. Və bununla da artıq uşaqlarda, belə deyək də, uşaqların diqqətini yavaş-yavaş biz getdikcə sözün mənasına yönəldirik, onun formal cəhətinə, təbii ki, səs cəhətinə olduqca yönəldirik. Savad təlimi bugün bizə nəyi verir? Bugün bizə uşaqlarda səsi tanımağı. Səsi tanıyan uşaq artıq səsi tanıdısa, həmin səsin verdiyi hərfi də tanıyacaq. Artıq getdikcə uşaqlarda heca anlayışı, səsi, hərfi bildikdən sonra heca anlayışı və təbii ki də uşaqlarda düzgün fonematik eşitmə. Fonematik eşitmə də nədir? Düzgün eşitmək və səsləri düzgün başa düşmək deməkdir. Aydındır müəllimlər. Ona görə də məsəl üçün nitqin inkişaf etdirmək uşaqlarda, məsəl üçün uşaqlarda söz nədir, cümlə nədir, cümlədə sözlərin sırası və yeri nədir, sözü hecaya ayırmaq necədir, hecalardan necə sözlər düzəldirik ümumiyyətlə, nitq səslərini düzgün tələffüz etməkdir. Yəni bunlar hamısı qələm tutmaya qədər, yazma bacarığına qədər, bunlar hamısı yəni belə deyək də artıq fonematik eşitmədən belə deyək də başlayır. Və fonematik deyəndə, ümumiyyətlə bugün bizdə düşəndə fonematik təhlil nədir? Fonematik təhlil deyəndə biz nə başa düşürük? Nitq səslərinin düzgün tələffüzü. Nitq səslərinin düzgün tələffüzü üzrə bacarıqlara yiyələnmə. Yəni səs təhlili və tərkib üzrə iş zamanı savad təliminə yiyələnmədir. Səs təhlili və tərkibi. Və ona görə də nitq səslərini bugün düzgün tələffüz etmək artıq uşaqlarda düzgün oxu texnikasına yiyələnmək deməkdir. Aha. Ona görə də uşaqlarda baxın dinləməkdir, dinlədiyini anlamaqdır. Yəni dinləmək, eşitmək, onlara uşaqlarla müsahibə xarakterli sual-cavab etmək. Bunlar hamısı belə deyək də bayaq da danışdım nitqin tərkibində diaqnostik müsahibə müşahidə təşkil olunmalıdır. Aha. Və ümumiyyətlə bir şey də yaddan çıxartmayaq ki, savad təliminə hazır səviyyəsi aşağı olan uşaqla, hazırlıqlı uşaqla eyni səviyyədə iş aparmaq düzgün deyil. Təbii ki, düzgün deyil. Çünki yenə də burada differensiallıq, fərdiliyi, yəni ümumiyyətlə müxtəlifliyi nəzərə almaq lazımdır ki, çünki bax göstərir ki, belə halda fərdi yanaşmaya üstünlük verilməlidir. Yəni bu hissədə də qeyd olunduğu kimi, yəni savad təliminə hazır vəziyyətdə olan uşağın ümumiyyətlə
mütləq şəkildə, yəni biz uşaqlarda bir diaqnostik qiymətləndirmə aparıb bilməliyik, daha sonra artıq bilməliyik ki, potensiallar nə yerdədir. Yaxşı, uşaqları savad təliminə neçə yaşdan hazırlamaq lazımdır? Uşaqları artıq biz qeyd etdik ki, 5 yaşından, mütləq şəkildə 5 yaşında savad təliminə başlayırıq. Böyük qrupdan artıq bəli, vermək olar. Böyük qrupda da məsəl üçün biz hansı məşğələləri, nitq inkişafı üzrə, savad təlimi üzrə hansı məşğələləri keçə bilərik? Sözün səs təhlilini apara bilərik. Sözdə səsin yerini müəyyənləşdirə bilərik. Sözdə səsin yerini müəyyənləşdirərkən, məsəl üçün biz səs deyərkən, heca deyərkən nəyi deyir? Uşaqlarda sait anlayışına. Məsəl üçün, sait nədir? Saitin tələffüzü necə olur samitdən fərqli olaraq? Məsələn, daha sonra saitlərin böyük şap şəklini yazmaq, tanımaq. Əslində yazmaq yox, elə tanımaq. Yəni dedik axı bayaq ki, yazmaq əslində icazə yoxdur. Uşaqlara mütləq əyanilik olaraq, əyani metodundan istifadə edərək uşaqlarda həmin səslərin çap şəkillərini, hərfləri öyrətməlisiniz. 4-cü yaşdan 5-ci yaşadək savad təliminə hazırlıq işi gedir, demir tam savad təlimi verilir. 4-cü yaşdan, yəni böyük yaş qrupu üzərindən artıq məktəbə hazırlıq dönəminə qədər savad təlimi üzrə hazırlığı başlanır və məktəbə hazırlıq qrupunda artıq 5 yaşdan etibarən əlifba təliminə hazırlıq üzrə iş gedir. Ona görə bayaq qeyd elədim ki, savad təlimi 3 dövrə bölünür. Əlifba təliminə qədərki dövr, əlifba təlimi dövrü və əlifba təlimindən sonraki dövrdə hansıdır ki, hansı ki o kiçik məktəbli dövrüdür, kiçik məktəb yaşı dövrü, ibtidai dövr sayılır, yəni artıq bağçada bitiririk. Və ona görə də əlifba təliminə qədərki dövr haqqında, yəni biz bugün danışırıq ki, əlifba təliminə qədərki dövr bax bu hissədir ki, hansı ki uşaqların ətraf aləmlə tanışlığıdır, uşağın nitqinin inkişaf etdirilməsi üzrə işdir. Məsəl üçün, uşaqlarda davranış qaydaları ilə tanışlıq, məsəl üçün, necə davranış qaydaları? Gələcək məktəb təliminə psixoloji hazırlıqdır bir növ müəllimlər. Çünki məktəbə psixoloji hazırlıq üzrə iş olduqca mühümdür, olduqca. Çünki indidən uşaqda rejim, düzgün rejim formalaşarsa, uşaqda artıq məktəbə qədər müəssisə təlim-tərbiyə prosesində davranış qaydalarını artıq yiyələndirirsə, bugün bağçada düzgün təşkil olunmuş, baxın, rejimindən tutmuş, davranış mədəniyyətinə qədər, nizam-intizama qədər, aydındırmı? Təlim-tərbiyə sabah məktəbdə də özünü büruzə verəcək. Ona görə də, yəni, bu artıq uşaqlarda nədir? Uşaqlarda birbaşa olaraq onların düzgün oxu və yazı texnikasına yiyələnməsi deməkdir. Aha, bəs yaxşı, oxu təliminə hazırlıq üzrə, yəni əlifba təliminə hazırlıq üzrə işin məzmunu nədir? Burada qeyd eləmişik ki, məsəl üçün, məktəbə qədər dövrdə oxu təlimi 2 cür göstərilir ki, 2 cür yanaşma vardır ki, birinci yanaşmaya baxsaq, burada səslərdir. Səslər və onları ifadə edən hərflər. Səs və hərf qarşılığıdır ki, onlara səs və hərfi eyni vaxtda öyrədin. Səs nədir, hərf nədir? Məsəl üçün, A. A hərfini uşağa öyrədərkən A hərfinin verdiyi səsi, aydındırmı? Sonra uşaqlar, gəlin A səsi ilə başlayan sözlərin tələffüzünü etmək, aydındırmı? Və bu müddətdə uşaqlarda sadə hecalarla oxu vərdişi yaradırsınız. Sadə hecalar, alma. Elə olsun ana, ana sözü. İlk kəlməmiz olsun ana sözü. Ana, ana sözü niyə 2 hecadan ibarətdir? Heca nədir? Heca deməli sözlərdəki hərflərin sayı deməkdir. Səslərin, daha doğrusu səslərin sayı deməkdir. Bu birinci, belə deyək də, uşaqlara səs və hərf anlayışından başladıq. Amma ikinci yanaşmamız hansıdır? İkinci yanaşmamız artıq uşaqlarda fonetika, morfologiya məsələlərində. Artıq necə? Uşaqları artıq getdikcə o dilin qrammatik quruluşudur, morfolojidir, fonetikasıdır. Yəni bunlar hamısı, belə deyək də, oxumaq vərdişinin öyrədilməsinə başlamaqdır. Konkret olaraq artıq uzun, çətin, mürəkkəb bir prosesdir artıq bu ikinci yanaşma. Aydındırmı? Ona görə də mütləq şəkildə daha çox biz birinci yanaşmadan bugün bağçada istifadə edirik. Aha, yaxşı. Savad təlimi nitq inkişaf proqramının bir hissəsi olduğundan ikinci yola üstünlüyün verilməsi təbiidir. Aha, bəli, mən dediyim formada. Çünki burada bütövlükdə diqqət nəyə yönəldilir? Burada bütövlükdə diqqət uşaqların dilinin inkişafı,
dildə nitq fəaliyyəti, nitq prosesinin yaranması, aydınmı? Uşaqların kommunikasiya bacarıqlarının yaranması, eyni zamanda uşaqlar əqli fəaliyyətin mürəkkəb formasını öyrədirlər. Bəli, niyə əqli fəaliyyət verilir? Çünki uşaqlar bugün təfəkkür, görürsüz, təfəkkür, yəni təfəkkürün üstün belə deyək də ən ali səviyyəsi inkişaf etməsə, təhlil etmə, müqayisə aparma, yəni bunlar belə deyək də mürəkkəb inkişafa getməsə, yəni artıq dil gerçəklərini, yəni bunlar arasındakı münasibətləri araşdırmaq vərdişləri artıq yaranmış olur. Yəni ona görə də əqli fəaliyyət də mütləqdir və Elkonin burada qeyd etmiş ki, oxu təlimi prosesi artıq biz əlifba dövrünə keçirik ki, əlifba təlimi dövrü gedir burada. Oxu təlimi prosesi, əlifba təlimi dövrü neçə mərhələdə gedir? 3 mərhələdə özünü göstərir. Deməli, burada birinci mərhələdə səs təhlilidir, hansı ki biz sözlərin səs təhlilinin formalaşması burada qeyd etdiyim kimi səs və hərf qarşılığı. İkinci mərhələdə artıq belə deyək də saitlər. Saitlərdəki, məsəl üçün biz bayaq qeyd etdik axı qalın, incə, məsələn uşaqlarda sait anlayışlı formalaşdırmaq, sözdəki saitlərin sayının heca əmələ gətirməsi, ümumiyyətlə onların hərflərlə belə deyək də ifadə olunması. Sait nədir, hərf nədir, ümumiyyətlə bunlara bələdləşmə mərhələsidir. Üçüncü mərhələ isə artıq samit fonemlərin mənimsənilməsidir. Son mərhələdir ki, hansı ki burada artıq samitlərlə tanış olma, onların samit səslərin hərf qarşılığı, oxu səs sisteminin belə deyək də ilk belə deyək, sadə oxu texnikasının formalaşması mütləq ki, yəni çox-çox önəmlidir də. Yəni hər üç mərhələ olduqca önəmlidir. Yəni bütövlükdə təbii ki, uşağın əqli inkişafına, idraki inkişafına yönəlir və belə. Burada da Jurova'nın qeyd olunubdur. 5-6 yaşlarla savad təlimini təşkil etdiyi, məsəl üçün səs təhlili aparmaq bacarığı, əlifbanı bilmək, oxumaq bacarığı yenə eyni bir şeydir də. Yəni zaten birinci yanaşma hamısı bir yer. Yəni bütün ümumiləşdirmə aparanda hər yerdə baxsaq ki, Elkonində də birinci mərhələ səs təhlilidir, baxın. Səs təhlilidir. Jurova da səs təhlili deyir birinci yanaşmada, birinci mərhələsində. Təbii ki, həmçinin də elə yuxarıda qeyd etdiyimiz kimi əlifba təliminə hazırlıq dövrdə də, yəni iki cür yanaşmada biz dedik, birinci səs və onları ifadə edən hərflər, səs hərf qarşılığı. Yaxşı, daha sonra 5 yaş savad təliminə başlamaqdır. Bunu da qeyd elədik. Oxu təliminə artıq 6 yaşlılar dönəmi götürür ki, çünki 6 yaşlı artıq məktəb yaş dönəmi olduğuna görə, birinci sinif dönəmi olduğuna görə, yəni biz 6 yaş dönəminə artıq oxu təlimi dövrü götürürük də, yəni əlifba təlimi dövrü götürürük 6 yaşı. Aha. Bu da belə. Bəs yaxşı, bayaqdan oxu təlimindən danışırıq, əlifba təlimi dövründən danışırıq, səs təhlil tərkib metodunu, yəni ümumiyyətlə də fonematik eşitmədən danışdıq, amma yazı təlimi ilə bağlı da istəyirəm ki, qısaca belə deyim də məlumat verim ki, yazı təlimi nədir? Yazı təlimində ümumiyyətlə uşaqlara yazı təliminə hazırlıqda hansı işlər verilir? Biz bilirik ki, yazı təliminin varisliyi bugün təsviri fəaliyyət metodikamızdır. Təsviri fəaliyyət metodik məşğələmizdir ki, uşaqlarda 3 barmaq texnikası. 3 barmaq texnikasına yiyələnmə, uşağın ilk dəfə əlinə karandaş alıb tutması, ilk dəfə cızma qara edib rəngləmə istifadə etməsi, əlin yazıya hazırlanması, yəni qələmi tutmaq, dəftəri qoymaq, stol parta arxasında əyləşmək qaydası, ümumiyyətlə kiçik motorika, bilək əzələlərini möhkəmləndirmək olduqca işin əsas bugün qarşısına qoyduğu vəzifələrdən biridir. Xüsusilə də təbii ki, məktəb hazırlıq qrupundadır ki, bu mütləq şəkildə barmaq, əl barmaq, bilək. Biləkdəki bilirik də, bilək əzəllərinin inkişafı, bilək əzəllərinin birbaşa barmağa gedən. Yəni əzəllərimiz, yəni belə deyək də, hərəkətlər olduqca vacibdir. Yəni onları hərəkət etdirmək, məşq etdirmək, yəni. Bu da yazı təliminə hazırlıq deməkdir. Və belə. Deməli, elə bir şey qalmadı burada. 6 yaşlar və 5 yaşların əlifba təlimini. Aha. 6 yaşlarındakı burada da oxu texnikasında bilirik ki, oxu əsas 6 yaş dövründən bayaq da qeyd elədim ki, yəni hecalarla mütləq səlis oxumaq. Uşaqlar artıq 6 yaşında uşaq hecalarla tam səlis oxumalıdır.
Artıq 6 yaşın sonunda bütöv sözlərlə görürsüz deyir dəqiqədə 30 sözdən az oxumaq. Deməli, yazı təlimində isə artıq təbii ki, hərfləri artıq aydın yazmağı artıq bacarmalıdır. Çünki ən azından böyük-kiçik hərflərin nə olduğunu bilməlidir. Hərfləri düzgün bitişdirmə qaydasını, çünki bitişdirərək sözlərin yaranmasını, yəni artıq uşaq yazı təlimi qaydasında bilməlidir. Oxudun mövqelik prinsipi burada qeyd olunub. Bir dəqiqə baxın. Heca tələffüz oxuva idi. Bunlar ehtiyac yoxdur bunlar. Bunlar artıq bu hissə ehtiyac yoxdur müəllimlər. Yəni bax bu hissələr ki var, yəni əlavə oxumaq istəyən müəllimlər oxuya bilər, problem deyil. Yəni bunlar düşməyəcəklər. Ehtiyac yoxdur bunlar çox xırdalığa getmək. Yəni nələr lazımdır, vacibdir, yaşlar üzrə yəni bunları qeyd etdim, sizə dedim. Ehtiyac yoxdur bu hissəyə. Aha, bu qədər müəllimlər. Bu da sizin savad təliminiz. Aha.